şəhid, milli qəhrəmanı siz sadəcə sözlərlə eşitirsiniz. Amma bu gün biz artıq qazimizi canlı şəkildə gördük. Artıq qazi kim olduğunu, onun medallarını siz özünüz gördünüz. Valla alqışlayın. Sizden bizim geleceğimiz için, rahat yaşayacağımız için özünüzü süper etmesini. Biz size söz verdik, bize canımızla, kanımızla emanet ettiğiniz sorunumuzu gözlemlerimiz bunu koyacaksın. Aynen kılarsın minnetlerimin bütün açık yaşayacağım. Her biri aslan ve çirkin gaziler. Ve senin gözdeki hayat düşmanın korkmadan başını ezdi gaziler. Şehitlerdir gaziler, en ağır dönüştüler, şehitlerdir gaziler. Zamanını kurban edip korunu vatani. Şuraya gözünde çakar oldular gazisiyle, şehitler oldular. Lütfen konuşma. Gaziler yaşasın savaşında çakar şanslar. Allah yabancısına bilinse, sevgileriniz tepinizde, eski olsun vatanımız, ferdatlar, seferi yaşattım, eski öğretmenler. Gördükleri beklediği karanlıktadır. Ona kurban verdiği gözünün nuru, bitirdiği dövüşte ayağın dolu. Vatan ellerinden tutacak olur. Ölümün yüzünden gülümseyerek, şehidin anını istigalde, vatanın canını üstümlerle, öz anlamlığından kesti gaziler. Bayrağına canım kurban, Azerbaycan. Ruhuma can, cismim için vətən olan, torpağına canım kurban, Azerbaycan. Torpağına canım kurban, Azerbaycan. Buyur, növbət şart, buyur. Vatanımız var. Cismim için vətən olan, Bunu davamız canım qurban Azərbaycan. Ruhuma can, cismim üçün vətən olan, torpağına canım qurban Azərbaycan. Ey anam, vətənim, ey doğma Qarabağ. En merak dövüş hakkında danışın. Ən maraqlı döyüş Zəbrayil istiqamətində olub, Şuşa istiqamətində olub. Zəbrayil istiqamətində diş qaynağında əfsanəvi taborun döyüşündə orada çox maraqlı və çox... Hiç ölümle yüzleşmişsiniz. Bəli, çox. Hər saniyə, hər dəqiqə yəni orada cəbhə bölgəsində ölümdür. Çok sağ olun. Hatta en değerli insan kimdir senin için? Şəhidlərdir, çünki onlar mənim belə baxış ölçümdən, onlar yaşayırlar, sağdırlar. En büyük değişi. Şuşa əməliyyatdan. Səfərdə bizə bir günlük hiss edirsiniz lazım. Yürüyüş işlemi hər saniyə ölümdür. Yəni bunlar bilmək ki, səhər durub, bunlar elə bilər ki, rahatçılığını hər gün yatırsınız, yəni bu mənə gəlir. Məni, Əsgərlərin evi buralara çox yaxındır. Nəzər eyvallah. ən sevdiyiniz əsgər dolaşırsa. Mən məsəlada Nə üzərində yorulmuş, çox sağ olun. bir yerdə oturmuş, bir yerdə durmuşuq, bir yerdə hətta bir yerdə döyüşmüş. Axırda Hansı döyüşlər? Zəbrayil nəzər olmaz. Buyur. Cephede olan için en çok kimi kimler? Hüdürdən sualı ver. Cephede olan için en çok kimi kimler? Onun da bir cavabı var. Şəhid olmuş dostlarımız birinci növbədə olur. İkinci növbədə anlatır. Hansı dövüşlerde iştirak edipsiniz? Cəbrayil, Füzuli, Xocalı, Şuşa.
Sizə nə məsləhət görərsiniz? Bizə nə məsləhət? Yəni siz qazi olaraq gələcək uşaqlara nə məsləhət görərdiniz? Sizə onu məsləhət görərdim ki, daha da vətənpərvər ruhda böyüyəsiniz, dərslərinizi oxuyasınız, tarix əzbərləyəsiniz. Çünki tarixini bilməyən insan hara geçsə, yəni onu bir çıxış yolu olmayacaq. Buyur bir şey eləmişdim. Devam buyur, hündürdə. Əgər bir güllər olsa nə edərdiniz? Yəni sonucu gülləri qalsaydı nə işləyirsiniz? O baxır hansı... Böyüş zamanı artıq sonucu güllərimiz qalıb və Məsəl üçün, mühasirədəsiz. yaranına gedərsən ki, özün buradır. Mühasirədəsi özün buradır. Sağ Sağ olun. ol. Bizə hərbi silah haqqında danışa bilərsiniz. Akı 74 əskəri fərli silah olub, düşmən canlı qüvvəsini məhv etmək və onun atəş nöqtələrini... Bu tərəfə keçəcəklər ki, o yüzden çək. Əlbərxə döyüşdə sınaq çatması var. Biraz möhkəmdir. Düşmənə ən yaxın